Qoyun özü özünə həyat çəksin. Amma özü özünə də çəkəndə O düzgün həyat çəkməyə ayrılır. Her şey İnsan özü özü həyat okumaktan çəkir. yetmedi. Əzizim. İndi bu insan yanaşı orada dururlar. Burada da Allah baxırıq. O bizim danışığın sərdaşlığına baxır, dəyişiyə baxır. Onlar qətiyyən Sonra eksik eləsin, amma o da ayrı mövzudur. Mən demirəm, düz eləyim, xahiş edim. Mənim üstümdəki mən demirəm, düz eləyim. Doktor, mən aparım sürgətim, mən sənə deyim ki, düz eləyim. Hey, hər şeyin ünlü var, əgər baxın, neyse, düzlər eləyim, olanlar eləyim. Yeni bir şey var ki, bunu okumakta üniversitede təhsil verilmir. Gör nə vəziyyətə gəlmişik ki, bir göz hər evindən qaçır, ana, bacı buna bir plan cızır. Və buna dəstək olurlar. Elə də danışırlar ki, bu ailəni günahkar çıxardırlar. Bunu bəyənmirdiysə bu ailəni çıxardan qızını aparardın öz evinə, uşaqlarla bir yerdə. Son anda bunu evləndirərdin. Yoxsa burada bunlar günahkar çıxartmacı mənası yoxdur. Və mən babı ilə də razıyam ki, o qız uşaqlarını o ailəyə vermək olmaz. Çünki əgər onlar ailəni bu təfəkkürdə yerləşdirilirsə, sabah bu iki qız balası həmin oğlana mənim sözüm var ki, aile kurulmasaydı, karanlık kurulmasaydı, o benimle başladığında hiç kesin haberi yoktu. Bana göre de, ben bilmem, ben onların yüzüne bakana, yani insan yanlış yapsa, artık ben ona değer vermek zorunda. Babaya bakmak yine değer vermek, dünya görmüş, lazım değil. Ben sepet onun kasıp geliminden gelir, Ersin Pemukhan'ın, onun vizyon görüntüden gelir, onun bakışlarına, sinemasına koyacak bir yerine Kendin de ne sesi var. Bu şeyi tərəfi bir saxlayır, dayağı, vəfanı. Adam yanır. Ay, görünür ki, o bu dədə dədəsindən qorxur. Dədə nə deyir, onu eləyir, bu tək başına eləyir. Yaxşı kişi olsa ki, uşağına para verir, təkcə baxar. kim bakıyor? Hiç mi sen bir ana kimi vicdanı sızıldamayacak kızım? Bütün ana uşaqlara bakabilməyəcəm. Niye bakabilmeyeceksin? Niye dünyaya getirdi sen bakabilmeyeceksin? Bunlar qaçışdılar evdən. Heç kim qaçarmasın. Artık bunlar kaçırlarına akşamdan kaçırdılar. Uşaq sonradan dünyaya gelip deyirəm ki niye dünyaya getirdin? Hələ qaynatıya bax, neçə illərdir geçib yoldaşını deyirsən öldürdün deyirəm. Yoldaşını, yani onları koy kenarada. Böyle bir kaynatanın yanında, böyle bir niye? Sebep neydi? Səhv elədin, sənin səhvinin əzabını Bacım niye öldün? Bacım bana niye sesler atıyor? Ben bacıma Sonra götürəcəm özüm. Sana bacım sen de Sen Gülhan'ın kimi sonra götüreceksin. Mən bu ailəni istəmirəm. Yani istemirsen, uşaqları istemirsen. Uşaqları gələcəkdə götürəcəm. Ben de Bir de Ramazan seviyesi geldi. kansızlıkla gelmişim. Zaten şimdi insan kimin göz kapağında bir de bir insan gördü. Niye açmışsın? Bu kadar içinden korkuyorsun. Kimi çekmişsin? Sonra kötü canlı. Ay Erosman benim çocuk hanımlarını görene kadar gel. Gel. Gel size izleyin. Evlere basabilmedim, yüzebilmedim, ayağında düşman var idi. Neçini təkələr edilmiş. Burada konulan bura uzun müddətdə bu tür ağırların üzərinin adəti şahidi rəqtilatdır. Evlere basabilmedim, yüzebilmedim. İlin gediştirdi, babamın təkərinlə macera aldım. Fizyoterapiya elədim,
dərmanlar aldı, imamlar falanlara da söz verdi. Əməliyyatdan asılı Ben ameliyat edip getirmişim. Takip etsin diye ayarlayacağım. Yani malzeme ben de kaçırdım. Ne? Xəstəmizin böyründə. Ne oldu? Niye ağrı? Bu bağlamda Kapatın birini yatıp Xəstəmizin kalamam. mikroskopik cərrahi Hani olmaktan birini operasyon Dağrıyım. Dur uzan. Benim filan. Uzan dur. Valla İndidən qeydiyyatdan keçirdi. Hal-hazırda doktorumuzun yanında aksiyalar var. Bir ay hemiyet olarak. Kızım. Yer tuzan. Yer tuzan. Özü gösterin. Versiyon. He.